Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə filologiya, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisası üçün nəzərdə tutduğumuz sınağın izahını verəcəm. Əlavə suallarınız olarsa, gördüyünüz nömrə ilə əlaqə saxlaya bilərsiniz. Həmçinin dərslərimiz haqqında ətraflı məlumat almaq üçün də məhz bu nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. İndi isə keçək suallara, tək-tək baxaq suallara görə bizdən nə istəyir. Deməli, mətn sualıdır. Birinci sualımız və mətn əsasında səhv fikri müəyyən etməyimizi istəyir. Deməli, oxuyaq mətni. Nikbin insanlar deyir, pis nəsə baş verə bilməz. Baş versə belə, o mənim üçün yeni təcrübə olacaq. Bu, hal gələcəkdə daha böyük bəlalardan qorunmaq və daha ciddi səhvlər etmək üçündür. Onlar baş verəcək barədə öncədən hər hansı bir fikrə malik olmadan yalnız pozitiv düşünürlər. Nikbin insanlar heç bir çətinlikdən qorxmurlar. Onlar qətiyyən ruhdan düşmürlər. Səhvi axtarırıq deməli A variantında deyir ki, nikbin insanlar pis hadisələrdən nəticə çıxarmağı bacarırlar. Doğrudur. Çünki burada deyir ki, ciddi səhvlər etməmək üçündür. Səhv etmək. Doğrudur deməli A variantı bizim cavabımız deyil. B variantı nikbin insanlar çətinlikdən qorxmurlar. Elədir ki, var. Doğrudur. Çünki onlar deyir ki, nə olur olsun yalnız müsbət düşünürlər çətinlik olsa belə. Bunu götürmürük cavabımıza. C variantı. Bədbin insanlar nikbin insanlardan fərqli olaraq baş vermiş və ya gələcəkdə baş verəcək hadisələr haqqında neqativ düşüncəyə sahib olurlar. Əgər nikbinlər pozitiv düşüncədədirsə, bədbinlərin də bədbin olmaq səbəbi təbii ki, onların neqativ düşüncədə olmağıdır. Deməli, C variantı da doğrudur, bizim cavabımız ola bilməz. Daha sonra D variantı. D variantı deyir ki, insanlar eyni hadisəyə müxtəlif mövqedən yanaşdığı üçün baş vermiş hadisənin mənfi və müsbət olması nisbi anlayışdır. Bəli, bunun müsbətindən biz nəticə çıxarma bilərik. Çünki yuxarıda sırf nikbin insanların baxış bucağından danışılır. Nikbin insanlarında həmin mövqeyi qoyulub ortaya. Düzdürmü? Bu deməkdir ki, nikbin insanlar digərlərindən fərqlənirsə, digərləri də onun əksinə xarakterə sahibdirlər. Doğrudur. D variantı. Və E variantı nikbin insanlar baş verəcək hadisə haqqında əvvəlcədən məlumatlı olduqda idealist yanaşaraq onda müsbət tərəflər axtarırlarsa, məlumatsız olduqları məsələ haqqında obyektiv qənaətdə olunur. Bu yanlışdır. Niyə yanlışdır? Çünki nikbin insanlar istənilən məsələdə pozitiv yanaşırlar, müsbət yanaşırlar. İdealist, yəni öz istədikləri kimi, öz qəbul etdikləri kimi yanaşırlar. İstər məlumatları olsun həmin hadisə haqqında, istər də məlumatları olmasın həmin hadisə haqqında, istər-istəməz həmin məsələdə müsbət tərəf axtarırlar. Ona görə verilmiş fikir yanlışdır. Cavab olur E variantı. Daha sonra ikinci sualda sözlərin mənasını soruşuruq. Sözlərdən birinin izahı düzgün verilməyibdir. Bu daha çox artıq lüğət ehtiyatından irəli gələn bir sualdır. Məhəccər balkonun, eyvanın, pilləkənin, körpünün kənarında çəkilən şəbəkə, barmaqlıq, sülahi. O hansı ki pilləkəndən çıxanda tutmaq üçün istifadə etdiyimiz həmin hissə var. Bax o məhəccərdir. Demək doğrudur bu. Qara dinməz, daimə susan, lal dinməz, danışmaz. Bəli, doğrudur. Xarrat, ağac və taxtadan müxtəlif şeylər qayıran usta, hazırlayan usta. Təbii ki, bu doğrudur. Gimnaziya, klassik dillərin tədrisinə üstünlük verilən orta məktəb, bəli, bu sözün hərfi tərcüməsi məhz belədir. Ona görə bu da deyil cavabımız. Kinologiya, yeni çəkilən kinolara analiz edən sahə yanlışdır. Ümumiyyətlə, kinologiyanın kino ilə əlaqəsi belə yoxdur. Kinologiya itlərin əhliləşdirilməsi haqqında bir sahədir. Ona görə səhv fikir məhz E variantıdır. Üçüncü sual yenə mətn sualıdır. Bizdən doğru fikirləri istəyir. Doğrular. Yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Təsadüfi deyil ki, indi 70-ə yaxın dövlətdə günəş elektrik stansiyaları fəaliyyət göstərir. Bunlardan biri də Azərbaycandır. Təbii iqlim şəraiti Azərbaycanda günəş işığından istifadə etməklə elektrik enerjisinin istehsalını artırmağa geniş imkanlar yaradır. Deməli, birinci fikir deyir, Azərbaycan günəş enerjisindən istifadəyə görə 70-dən çox ölkəni qabaqlayır, yanlışdır. Niyə yanlışdır? Çünki mətndə deyir ki, ümumilikdə 70-ə yaxın ölkə günəş elektrik stansiyasından istifadə edir. Azərbaycan da bunların içərisindədir. Amma Azərbaycan neçə ölkəni qabaqlayır, neçənci sıradadır, bu bilinmir. Bu səhvdir. Biz amma doğrunu axtarırıq. Yer kürəsində istifadə olunması ən məqsədə uyğun olan enerji günəş enerjisidir. Bəlkə də bu həqiqətən də belədir. Amma mətndə bu haqda məlumat verilməyib, düzdür?
sərfiyyatlıdır, daha asan əldə olma ehtimalı var filan, bəsməkən bu tip məsələlərə toxunulur mətndə, amma onun mənfi tərəflərinin olub-olmadığını biz bilmirik deyə, mətn əsasında, ha, millidə demirəm, mətn əsasında bilmirik deyə, verilən fikir yanlış olur. Bunu da götürmürük. Yer kürəsində düşən günəş enerjisinin miqdarı digər enerji mənbələrinin cəmindən daha çoxdur. Fikir verin. Yazmışıq ki, burada yazmışam ki, hani bizdə dəqiqə təbii iqlim şəraiti Azərbaycanda günəş bircə dəqiqə itirdim. Hə, burada birinci sətirdə. Deyir ki, yer səthinə düşən günəş enerjisinin miqdarı bütün neft, təbii qaz, daş, kömür və digər yanacaq ehtiyatlarından çoxdur. Burada deyilmir ki, onların cəmindən daha çoxdur. Onlar sadalanıb fikir ver, yəni hər birindən daha çoxdur. Verilmiş fikir səhvdir. Azərbaycan günəş enerjisindən istifadəyə şərait yaradan əsas amil təbii şəraitdir. Bax, yazıb ki, təbii iqlim şəraiti Azərbaycanda günəş işığından istifadə etməklə elektrik enerjisinin istehsalını artırmağa geniş imkanlar yaradır. Bəli, bu fikir doğrudur. 4-ü götürərik. Keçək 5-ci suala baxaq. 5-ci sual deyir ki, təbii qazdan əldə edilən enerjinin miqdarı yer səthinə düşən günəş enerjisinin miqdarından daha çoxdur. Təbii ki, bu da yanlışdır. Çünki mətndə ən yüksək enerji mənbəyi olaraq günəş enerjisi təqdim olunduğu üçün bu tam səhv fikirdir. Deməli, bizim cavabımız olacaq yalnız 4, yəni E variantı. Daha sonra 4-cü sualda çərçivə verilib. Dedik ki, çərçivə daxilində verilmiş sözlərdən biri qanuna uyğunluğu pozur. Həmin sözü müəyyən edib sintaktik cəhətdən fərqli funksiyada işləndiyi nümunəni tapın. Deməli, baxırıq, bax, balaca, dop-dolu, bumbuz, dümdüz və tərtəmiz. Bu sözlərin hər biri çoxaltma dərəcəsində görünür. Yalnız biri istisna. Burada bumbuz sözüdür. Bumbuz sözü adi dərəcədədir. Digər sifətlərin hər biri morfoloji üsulla yaranmış çoxaltma dərəcəli sifətlərdir. Deməli, fərqli sözümüzü tapdıqmı? Tapdıq. Fərqli sözümüz bumbuz sözüymüş. Baxaq görə bumbuz sözü hansı cümlədə fərqli sintaktik vəzifədə işlənibdir. Deməli, A variantı. Sinifdə hər kəs birinci bumbuz sözünün işləndiyi variantlara baxaq. Baxıram ki, A variantında işlənib. Mənim cavabım ola bilər. B variantında yoxdur deyə silirəm. C variantında yoxdur deyə silirəm və E variantında yoxdur deyə silirəm. Yerdə qalır A. Bir dəqiqə nə isə səhv gördüm. Hə, A variantında var. Birinci oxuyaq A variantını. Sinifdə hər kəs bax balaca uşağın bumbuz suyu azgözlüklə içməyinə tamaşa edirdi. Sintaktik təhlil edirik. Tamaşa edirdi xəbər. Kim? Hər kəs. Nəyə? Bax balaca, biz dedik, uşağın bumbuz suyu azgözlüklə içməyinə. Uşağın bumbuz suyu azgözlüklə içməyinə bu ifadə olacaq tamamlıq funksiyasında. Deməli, burada bumbuz sözü müstəqil sintaktik funksiya daşımır. Daha sonra B variantında da var bumbuz sözü. B variantına da baxaq. B variantında yazıb. Qalayçı bumbuz çay suyu ilə kuzəni dop-dolu doldurdu. Doldurdu xəbər kim qalayçı? Nəyi doldurdu? Kuzəni. Nə ilə? Çay suyu ilə. Necə çay suyu ilə? Bumbuz çay suyu ilə. Baxıram ki, burada təyin mövqeyindədir. D variantına baxıram. Qazetta soyuqdan donan balaca əllərini paltarının qolu ilə bumbuz şaxtadan qoruyaraq ovuşdururdu. Deməli, ovuşdururdu xəbər. Kim? Qazetta. Nəyi? Əllərini. Necə? Nə tərzdə? Bumbuz şaxtadan qoruyaraq. Düzdürmü? Baxıram ki, buradakı bumbuz sözü də zərfliyin tərkibindədir. Söz birləşməsinin daxilindədir. Yəni, müstəqil sintaktik vəzifə daşırım. Deməli, A variantında da, D variantında da hər ikisində bumbuz sözü müstəqil sintaktik vəzifə daşımır, amma B variantında bumbuz sözü müstəqil təyindir. Fərqli olan hansı oldu? B variantı bumbuz çay suyu ilə. Bu ifadədə fərqlilik yarandı. Daha sonra 5-ci sualda deyir ki, hansı cümlədə zərflik işlənməsə də zərf işlənmişdir. Deməli, nə etməliyik? Sintaktik təhlil edirik. Cümlədə zərflik yoxdur, amma zərf vardır. Deməli, dəyirmançı hirs, qəzəb içində aralanmaqda olan maşınların ardınca baxdı. Maşınların ardınca baxdı xəbər. Kim baxdı? Dəyirmançı baxdı. Necə? Nə tərzdə? Hirs, qəzəb içində. Cümlədə zərflik deyil, işlənməsə də. Amma burada hirs və qəzəb içində ifadəsi müstəqil zərflikdir. Deməli, bu bizim cavabımız ola bilməz.
İki, deyir, sən elə şey tap ki, yeyim, gözə görünməyim. Deməli, tap xəbər, kim sən, nə tap, elə şey. Bu da unutun tamamlıq. Düzdür? Tamamlıq. Zərflik yoxdur. Yeyim xəbər, gözə görünməyim xəbər. Deməli, cümlədə doğrudan da zərflik yoxdur. Amma deyir, zərf işlənsin. Baxıram ki, bu nömrədə zərf yoxdur. Ona görə ikini də götürməliyik. 3. Güldü, gülə-gülə də 100 manata baxıb fikirləşdi. Necə, nə tərzdə fikirləşdi? 100 manata baxıb fikirləşdi. Cümlədə zərfli işlənib deyə bunu götürməliyik. 4. Sakitcə dəyirmana girən Ayat dəyirmançını oyatmadı. Oyatmadı xəbər kim Ayat? Kim oyatmadı? Dəyirmançını. Tamamlıq. Hansı Ayat? Sakitcə dəyirmana girən Ayat. Deməli cümlədə zərflik varmı? Xeyr, zərflik yoxdur. Zərf varmı? Bəli, sakitcə sözü girən feilinə aid olduğu üçün burada zərf var. 4-ü götürürük. Beşinci fikir, istəyənlər çoxaldıqca pərinin çiçəyi çırtladı. Pərinin çiçəyi çırtladı. Xəbər nə zaman? İstəyənlər çoxaldıqca cümlədə zərflik var. Demək, bu da ola bilməz. Cavabımız yalnız 4B variantı. Altıncı sual deyir ki, səbəb nəticə əlaqəsinin səhv göstərildiyi variantı seçin. Seçək. Mətni oxuyaq əvvəl, ondan sonra da səbəb nəticə əlaqəsinin səhv olmasına fikir verək. Deməli, Mirzə Fətəli Axundzadənin ömrünün ən yüksək səhifələrindən biri onun yeni əlifba islahatı barəsində çəkdiyi əziyyətlərdir. O, ərəb əlifbasının çatışmazlıqlarını müəyyən etdikdən sonra yeni bir əlifba layihəsi üzərində çalışmağa başladı. Axundzadə məktublarında dilimizdə olan səslərin ərəb əlifbasında tam şəkildə ifadə edilə bilmədiyini yazır. Yeni əlifbanın inkişaf üçün gərəkli olduğunu bildirir. Qeyd edir ki, bu fikrin İranda və Türkiyədə yayılmasına 15 il sərf etsə də, yeni əlifba ideyasının toxumları yeni nəslin zəmanəsində göyərəcəkdir. Deməli, A variantı. Axundzadə ərəb əlifbasında çatışmazlıqların olduğunu düşündü. Nəticədə yeni əlifba layihəsi üzərində çalışmağa başladı. Bəli, doğrudur bu. Bizdən nə istəyir? Bizdən səhvi istəyir. Ona görə A variantını götürməli. B variantı. İlk Azərbaycan dilində olan səslər ərəb hərfləri ilə tam ifadə oluna bilmirdi. Nəticədə yeni əlifba layihəsinin hazırlanmasına başladı. Yenə doğrudur. Niyə doğrudur? Fikir ver. Burada yazıb ki, Axundzadə məktublarında dilimizdə olan səslərin ərəb əlifbasında tam şəkildə ifadə edilə bilmədiyini yazır və yeni əlifba layihəsinin inkişaf üçün gərəkli olduğunu düşünür. Deməli, doğrudan da bu səbəb, digər isə nəticədir. B variantda bizim cavabımız ola bilməz. C variantı deyir, Axundzadə yeni əlifbanın gələcək nəsillərə faydalı olacağını düşünürdü. Tamam, doğru. Nəticədə yeni əlifba layihəsi üçün 15 ildən çox vaxt sərf etdi. Bu yanlışdır. Nə üçün yanlışdır? Fikir verin. Deyir ki, qeyd edir ki, bu fikrin İranda və Türkiyədə yayılmasına 15 il sərf edibdir. Yəni, yeni əlifba layihəsinin hazırlanmalı olduğu fikrinə, hələ hazırlamağa deyil, fikrini yaymaq üçün 15 il vaxt sərf edibdir. Birincisi, yəni əlifba layihəsinin hazırlanması yox, yayılması fikrində 15 il vaxt gedibdir. İkincisi də burada yazıb 15 ildən çox, amma mətndə 15 il yazıbdır. Yəni burada uyğunsuzluq var. Ona görə cavaba C variantını götürəcəyik. Bizim cavabımız elə olacaq C variantı. Uyğunsuzluq, yəni səhvi istədiyi üçün bunu götürəcəyik cavaba. 7-ci sual, isimlərdən birinin adlıq halda olmağı dəqiq deyil. Yəni, adlıq halda ola da bilər, olmaya da bilər. Bu, milli və alınma mənşəli bir qrup söz var ki, sahitini itirə bilir. Milli mənşəlilər yalnız mənsubiyyət şəkilçisi qəbul etdikdə sahitini itirir. Alınma mənşəlilər isə həm sahitlə başlayan hal, həm də mənsubiyyət şəkilçisi itirəndə, qəbul edəndə sahitini itirir. Bizə alınma mənşəli söz lazımdır. Çünki alınma mənşəli sözlərdə bilinmir onların hansı halda olması. Bu da cavab şəklin sözüdür. Çünki çiynin, qarnın, oğlun bunlar milli mənşəlidir. Ağlın sözü alınmada o da millilər kimi dəyişir. Yəni, yalnız mənsubiyyət şəkilçisi artıranda sahitini itirir. Baxıram ki, çiynin, qarnın, oğlun və ağlın sözlərinin hər birində sahit düşümü baş veribdir. Deməli, bunlara mənsubiyyət şəkilçisi artırılıbdır. Çünki hal, yiyəlik hal şəkilçisi artırılmış olsaydı düşmə olmayacaqdı. Yəni, bunun halını dəqiq deyə bilirəm. Adlı halda da 100%. Şəklin sözü isə istər hal, istər mənsubiyyət şəkilçisi qəbul edəndə sahitini itirir. Məsələn, yazarım ki, şəklin ahəngi. Burada hal şəkilçisi qəbul edib düşübdür. Bir də yazarım ki, sənin şəklin
Sənin şəklin. Burada da mənsubiyyət şəkilçisi qəbul edib düşüb. Yəni istər nə həm yəlik halda, həm də adlı halda düşünülə bilər. Ona görə cavab olacaq E variantı. Daha sonra 8-ci fikirdə deyir ki, səhv fikri müəyyən edin. Feili xəbər təsriflənən feillə ifadə olunur. Bəli, feili xəbər təsriflənən feillə ifadə olunur. Bu doğrudur. Yalnız təsriflənən feillə ifadə olunur desə bu səhvdir. Çünki nə etdi, nə oldu, nə edir, nə olur. Bu tip sual əvəzlikləri də feili xəbər olur. Amma sadəcə yazıb ki, feili xəbər təsriflənən feillə ifadə olunur. Bəli, doğru hökmdür. Mübtədanın ifadə vasitəsi həm sadə, həm düzəltmə, həm də mürəkkəb ola bilər. Bəli, niyə də olmasın? Çünki mübtədanın ifadə vasitəsi söz olsa, sadə söz də ola bilər, düzəltmə söz də ola bilər, mürəkkəb söz də ola bilər, doğru. Əvəzlik feil xəbər ola bilər, bəli, ola bilər. Bayaq dediyim kimi nə etdi, nə oldu, nə edir, nə olur. Bu tip əvəzliklər, sual əvəzlikləri feil xəbər olur. Yərik halda olan söz qoşmalarla işləndikdə mübtəda tamamlıq zərflik rolunda işlənsə də, bəli, işlənir, doğrudur. Təyin ola bilmir, yanlışdır. Çünki təyin ola bilir. Məsələn, deyəm ki, sənin kimi dostum var. Var xəbər kim dostum? Necə dostum? Sənin kimi. Deməli, təyin ola bilir. Bizdən də səhv fikri istədiyi üçün cavab olacaq D variantı. 9-cu sual. Mətndə cümlələr qarışıq verilmişdir. Cümlələrin düzgün ardıcıllığını müəyyən edin və mətnlə bağlı doğru fikirləri seçin. Birincisi, cümlənin ardıcıllığını burada qeyd eləmişəm əslində variantların birində. Dördüncü fikir olaraq cümlələrin ardıcıllığını vermişəm, fikir olaraq vermişəm. Və bu doğrudan da belədir. Mətnin ardıcıllığı bu 4, 1, 5, 2, 3, 6 ardıcıllığı ilə də. Və bu ardıcıllıqla oxuyacağım ki, mətndə müəyyən bir məzmun yaransın. Deməli 4, 1, 5, 2, 3, 6. Bura yazaq 4, 1, 5, 2, 3, 6. 4, 1, 5, 2, 3, 6. Yəni ardıcıllıq bu formada olmalıdır doğrudan da. Siz test işləyəndə özünüz tapsanız daha yaxşı olar. Mən dedim belə. Deməli, bu ardıcıllıqla oxuyuram mətni. Dördüncüsü. Bir çox heyvanlar qış yuxusuna gedir. Bu bizə təəccüblü görünsə də, bu heyvanlar qış boyu yataraq həyatlarının həmin müddətini bir növ yaşamamış olurlar. Canlıların qidaya, suya ehtiyacını nəzərə alsaq, aylarla yatmaq fikri bizə qəribə görünə bilər. Bəs bu heyvanlar qış yuxusu zamanı necə qidalana bilir? Qışdan əvvəl heyvanlar çoxlu miqdarda yağları bədənlərinə toplayaraq qışa hazırlaşırlar. Bu sonradan onlara enerji əldə etməyə kömək edir. Deməli, mətnimiz budur. İndi baxaq biz nə axtarırıq? Doğru fikirləri axtarırıq. Qeyd edim ki, bu sual tipi 2024-cü ildə MİQ imtahanında istifadə olunmuşdu. Bu sual yox ha, bu sual tipi. Deməli, birinci fikir deyir, qış yuxusuna gedən heyvanlar bunun üçün əvvəlcədən qida toplayırlar. Bu biz bilirik ki, qış yuxusuna gedən heyvanlar mətn əsasında görürük ki, qış yuxusuna gedirlər və bu zaman yaşamamış sayılırlar. Və deyir ki, yaşamamış sayılırlar. Düzdürmü? Yəni qida toplamağa ehtiyacları varmı onların? Təbii ki, xeyr. Birinci fikir yanlış olur avtomatik. Keçirik sağ tərəfə. 2. Deyir, qış yuxusuna gedən heyvanların enerjiyə olan tələbatını əvvəlcədən bədənlərindən topladıqları yağ ehtiyatı ödəyir. Bəli, mətndə bunu artıq oxuduq. Doğrudan da mətndə bu fikir səsləndirilibdir. İkinci fikir. Doğru fikirdir, götürülür. Qış yuxusuna gedən heyvanların bədənlərində qida parçalanması və maddələr mübadiləsi müvəqqəti dayanır. Bəlkə də elədir, deyək ki. Amma mətndə o məlumat yoxdur. Birincisi elə deyil. Maddələr mübadiləsi dayana bilməz. İkincisi də mətndə o haqda məlumat yoxdur. Ona görə üçüncü fikir səhvdir, götürmürük. 4. Mətndəki cümlənin ardıcılığı, düzgün ardıcılığı budur. Bunu artıq birinci başlayanda dedim. Doğrudan da belədir. Mətndə bu ardıcılıqla oxumaq lazım cümlələri. Bunu artıq siz oxuyanda müəyyən eləməlisiniz özünüz testdə. İmtahana düşən sual tipidir bu. Və 5-ci fikir, qışda qida əldə etmək çətin olduğu üçün bəzi heyvanlar qış yuxusuna ehtiyac duyur. Qış yuxusuna ehtiyac duyur, qış yuxusuna gedir. Amma qışda qida əldə etməyin çətin olması məsələsinə toxunulurmu burada? Xeyr, toxunulur. Ona görə bu fikir yanlışdır. Bizim cavabımız olacaq 2, 4, yəni B variantı. Daha sonra 10-cu sualda klaster var. Biraz kiçildə tam görünsün. Aha, klasterdir. Deyir ki, klasteri tamamlaya bilməyən fikirlər, bax fikir bildirin. Klasteri tamamlaya bilməyən fikirləri seçin. Mətni oxuyaq. Deyir ki, Əli Kərim Sovet dövründə yaşamış Azərbaycan şairidir. O, hüzünlü lirik şeirləri ilə ədəbiyyatımızda özünə məxsus üslub yaratmışdır. Əli Kərimin böyüklüyü ondadır ki,
Yaşadığı dövrün qadağalarına, repressiyalarına baxmayaraq ideologiyaya xidmət edən bircə şeir də yazmamış, yalnız gördüyü həyat həqiqətlərini, insan hisslərini, yaşamını özünə məxsus səmimiliklə anlatmışdır. Deməli, fikir budur ki, klasterdə fikir. Şeirlərində Sovet ideologiyasına xidmət edən məqamlara rast gəlmək mümkündür. Bax, bu yanlış fikirdir. Çünki yazıb ki, Sovet dövründə yaşamış Azərbaycan şairidir, hüzünlü lirik şeirləri ilə tanınır. Böyüklüyü ondadır ki, qadağalara baxmayaraq ideologiyaya xidmət edən şeirlər yazmayıbdır. Yəni Sovet ideologiyasına xidmət edən şeirləri yoxdur bunun. Verilmiş fikir yanlışdır. Bizdən də sualı deyir ki, tamamlaya bilməyən fikirləri seçin. Tamamlaya bilməmək üçün nə lazımdır? Mən bura 2 dənə doğru fikir seçməliyəm. İndi baxaq görək Saynes variant əsasında seçəcəyik. Lirik şeirlər qələmə almışdır. Bəli, doğrudur. Burada fikir verin. Elə birinci yazıb ki, hüzünlü lirik şeirləri ilə. Deməli, birinci fikir doğru olduğu üçün biri götürəcəyik. İkinci fikir, Əli Kərimli repressiya dövründə yaşamışdır. Bəli, doğrudur. Çünki baxın, yaşadığı dövrün qadağalarına və repressiyalarına baxmayaraq doğrudur ikinci fikirdə. İkinci fikir. Götürək bunu da. Üçüncü fikir, Əli Kərimli Çar Rusiyasının ideologiyasına xidmət edən əsərlər qələmə almamışdır. Sovet Rusiyasına şeirləri yoxdur. Tamam, doğrudur. Axı Çar Rusiyasının şeiri olub olmaması haqqında mətndə məlumat varmı? Xeyr, yoxdur mətndə belə bir məlumat. Sovet Rusiyasından danışılır. Deməli, bu fikir yanlış olacaq, bunu götürməyəcəyik. Bunun üstünə xətt çəkdik. Şeirlərində məhəbbət mövzusuna toxunmamışdır, yanlışdır. Çünki fikir verin, yazıb ki, insan hisslərini tərənnüm etmişdir, anlatmışdır. Yəni, biz bilmirik o insan hissləri deyəndə sevgi nəzərdə tutulur, yoxsa yox. Yəni, dəqiq deyil bu. Əslində, çox güman ki, nəzərdə tutulur. Yəni, insan hisslərinə toxunubdur, sevgiyə toxunubdur. Amma yəni, insan hissləri yazıb axı orada. Biz deyə bilmərik ki, məhəbbət mövzusuna toxunmamışdır. Əmin deyilik, çünki insan hissləri yazılıb orada. Bunu da götürmürük. Əli Kərim dövrünün tələblərinə uyğun əsərlər qələmə almamışdır. Bəli, yuxarıda görülür ki, yazıb ki, ideologiyaya xidmət edən bircə şeir də yazmamışdır. Doğrudur, 5-i də götürürük. Cavabımız olacaq 1, 2, 5, yəni A variantı. Daha sonra 11-ci sualdır. Cümlədə işlənən isimlərin sintaktik vəzifəsi ilə bağlı yanlış fikri müəyyənləşdirin. Deməli, cümlədə işlənən isimləri tapıb sintaktik vəzifəsinə baxırıq. Bütün xoşbəxt ailələr bir-birinə bənzəyir. Bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir. Deməli, burada ailələr, ailələrin və cür. Buradakı cür sözü növ mənasında işlənən isimdir. Bu 3 dənə ismə baxırıq. Deyə bilərsiniz ki, hərəsi bir cür. Burada bir cür sifət niyə götürülməsin və ya zərf niyə götürülməsin? Götürülmür. Burada bu cür, bu növ formada ifadələr söz birləşməsi hesab olunur. Yanlış axtarır. Deyir, isimlərdən biri mübtədadır. Baxıram ki, ailələr sözü mübtədadır. Doğrudur. Yəlik halda olan isim müstəqil şəkildə cümlə üzvü olmasa da, bəli, ailələrin hərəsi müstəqil şəkildə cümlə üzvü deyil. Müstəqil cümlə üzvünün ifadə vasitəsinin tərkibindədir. Bəli, müstəqil cümlə üzvünün ailələrin hərəsi mübtədadır burada. Elə bir mürəkkəb cümlənin ikinci tərəfində bu mübtədada ailələrin hərəsi bədbəxtdir. Bu da xəbərdir. Doğrudan da ailələrin hərəsi cümlə üzvünün ifadə vasitəsidir və onun aslı tərəfində iştirak edibdir. Doğrudur, bu götürmürük. Çünki biz nə axtarırıq? Biz yanlış axtarırıq. Deyir ki, müstəqil cümlə üzvü olan bir isim işlənmişdir. Bunu biraz yaxşı yazmamışam. Müstəqil cümlə üzvü olan bir isim işlənmişdir. Bəli, bu da ailələr sözüdür. Deyə bilərsiniz ki, burada cür sözü müstəqil götürülmür. Təbii ki, xeyr, götürülməz. Ona görə bu doğrudur, bunu götürmürük. Və D və E variantlarına baxaq nəhayət. D variantı deyir ki, isimlərdən biri cümlənin sərbəst üzvü, digəri isə zəruri üzvü funksiyasındadır. Sərbəst üzv nədir? Mübtədadır. Düzdür? Zəruri üzv xəbərdir. Baxıram ki, isimlərdən biri həqiqətən də sərbəst üzv, yəni mübtəda funksiyasındadır. Amma xəbərlərimizdən biri bənzəyirdir, biri də bədbəxtdir. Feil və sifət. Yəni, isim xəbər funksiyasında işlənməyib, zəruri üzv deyəndə xəbər nəzərdə tutulur. Bəli, bu artıq yanlış fikirdir. Cavab D variantı. 12-ci sual nümunədə fərqləndirilmiş sözlə eyni quruluşda olan feili müəyyən eləyin. Bax, yaşadığı dövr yerlərdən ayrılmaq əvvəl çətin görünsə də sonradan öyrəşdi. Burada öyrəşdi sözü sadə quruluşa sahibdir. Dalaşmaq düzəltmədir. Yazılar istənilən iki cür düşünülə bilər, isim kimi və feil kimi, amma istənilən halda düzəltməli. Ona görə bunu da götürmürük. Mən ciyəz düzəltmədi. Mən burada ciyəz isim düzəldən leksik şəkilçidir. Başlamaq düzəltmədi. Onu da götürmürük. Cavab olur sarsıtmaq.
sadədir. Sarsıtmaq sözünün kökü sarsıtdır. Dilimizdə sarsmaq sözü yoxdur. Cavab B variantı. Onun üçün sol hansı cümlədə feili bağlama tərkibi işlənmişdir? Feili bağlama tərkibi axtarırıq. Axtaraq. Deyir ki, ondan bu sözləri eşidərkən hər kəsin narahatlığı artdı. Artdı nə? Hər kəsin narahatlığı nə zaman? Ondan bu sözü eşidərkən. Feili bağlama tərkibi arkən ərkən. Götürürük. 1. Dostları onun sözlərini unutmur, dediklərini edirdilər. Burada feili bağlama tərkibini demirəm. Ümumiyyətlə heç feili bağlama özü belə yoxdur. Dedikləri feili sifətdir. Bunu götürmürəm. Güneş dan yerində görünən anda tarlaya işləməyə getdilər. Getdilər xəbər hara tarlaya? Nə zaman? Güneş dan yerində görünən anda. Burada görünən feili sifəti var. Feili bağlama varmı? Xeyr, yox. Ertəsi gün səhər açılar-açılmaz Salih durub yola düşdü. Salih yola düşdü. Nə zaman? Səhər açılar-açılmaz və ertəsi gün səhər açılar-açılmaz. Düzdür? Burada feili bağlama tərkibi var. 4-ü götürürük. 5-ci fikir. Əskərlər tez-tez aşağıdakı səngərlərə baş çəkirdilər. Feili bağlama yoxdur. Cavab 1-4 A variantı. 14-cü sual 2 dənə cümlə vermişik. Cümlənin yalnız birinə aid. 2 dənə cümlədən birinə aid olsun. Hər hansı birinə fərq yoxdur. Yəni birinciyə də aid ola bilər, ikinciyə də. Birinə aid olmasın. Yəni ortaq olmayan fikir axtarırıq. Quruluşda mürəkkəb söz işlənmişdir. Bir məsələnin belə olması, burada belə olmaq mürəkkəb sözdür. Onun dostları belə danışmağa imkan vermirdi, narahat edirdi, mürəkkəb sözlərdir. Bu ikisi üçün, ikisində də var. Zaman şəkilcili söz adlara da qoşula bilən hissəciklə işlənmişdir. Zaman şəkilcili söz narahat edirdi sözüdür. Burada idi hissəci işlənibdir. İmkan vermirdi, burada da idi hissəci işlənibdir və idi hissəci adlara da qoşulur. Bu ortaq fikirdir. Sözlərin qrammatik aidliyini dəqiqliklə demək olar. Aha, bax cavabımız budur. Niyə? Məsələnin belə olması hamını narahat edirdi. Narahat edirdi feil, hamını əvəzlik. Belə olmaq feil, məsələdə isim. Burada isimlər, yəni sözlərin hansı hissəsinə aid olmağı, yəni qrammatik aidliyi dəqiqdir. Amma ikinci cümləyə fikir verin. Onun dostları belə danışmağa imkan vermirdi. Belə əvəzlik olur burada. Amma onun dostları belə danışmağa imkan vermirdi. Belə sözü ədat kimi də düşünülə bilər bu cümlədə. Yəni burada belə sözün ədat yoxsa əvəzlik olduğunu bilmirik. Yəni sözlərin hamısının qrammatik aidliyini dəqiq deyə bilmirik. Yəni verilmiş C variantındakı fikir 1-ə aid olsa da 2-yə aid deyil. Birinə aiddirmi? Bəli, birinə aiddir. Cavab C variantı. 15-ci sual mətn sualıdır yenə də. Deməli, mətn haqqında doğru fikri müəyyən eləyək. Bəzi heyvanların fizioloji quruluşu onların ətraf alemi insandan daha yaxşı duya bilməsinə imkan yaradır. İtin burnunda 2 tənəffüs yolu var. Biri nəfəs almaq üçün, digəri qoxu bilmək üçün. Onların həssaslığı da güclü iyi bilmə qabiliyyətlərindən irəli gəlir. Deməli, mətn əsasından axtarırıq, doğru fikri axtarırıq. A variantı. İnsan ətraf aləmi duya bilməkdə bütün canlılardan üstündür. Təbii ki, yanlışdır. Çünki it deyirik ki, insandan daha yaxşı duyur. İnsan fizioloji quruluşuna görə bəzi heyvanlardan geri qala bilər. Bəli, doğrudur. Bəzi heyvanların fizioloji quruluşu onların ətraf aləmi insandan daha yaxşı duya bilməsinə imkan yaradır. Deməli, fizioloji quruluşuna görə bəzi heyvanlar insanlardan üstün ola bilər. Bu doğru fikirdir. Bizdən də doğrunu istədiyi üçün məhz bunu cavaba götürəcəyik. Həddən artıq vaxtımız getdiyi üçün digər variantlara baxmıram. Özünüz göz yazdırarsınız. Sualınız olsa yazıb soruşarsınız. Daha sonra 16-cı sual deyir, cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Doğru yanlış cədvəldir. Mətni oxuyacağıq, doğru yanlışları axtaracağıq. Deməli, üzr istəyirəm, uyğunsuzluq deyir. Uyğunsuzluq yazmışıq. Uyğunsuzluq dediyi üçün doğrunun altında yanlış axtaracaq, yanlışın altında doğru axtaracaq. Testi işləyəndə hər zaman bunları qeyd edin bu formada ki, nəzərinizdən qaçmasın. Qiymət və yüngüllük baxımından əlverişli sayılan, hər yerdə satılan polietilen torbalar ətraf mühitin çirklənməsinə səbəb olan tullantı məhsullarındandır. ABŞ-da ekoloqların araşdırması nəticəsində məlum olub ki, hər il dünyada 500 milyard polietilen torba istehsal edilir. Və cəmi 10-15 dəqiqə işlətdikdən sonra istifadə olunmuş torba zibil qutusuna çox zaman da birbaşa küçəyə atılır. İstifadə edilən polietilen materialın çürüyərək tam yox olması üçün təxminən 1000 ilə yaxın müddət lazım gəlir. Bu isə adı çəkilən məhsulun təbiət üçün təhlükəli olduğunu təsdiq edir. Deməli, nə edirik? Doğrunun altından yanlışı axtarırıq.
Mətnə əsasən insanların bəzən qeyri-etik hərəkətlərə yol verdiyini görə bilərik. Bəli, doğrudur. Çünki deyir ki, birbaşa küçəyə atırlar. Təbii ki, bu doğru hökmdür. Bunu götürmürük. Sonra ikinci fikir deyir, polietilen torbaların tullantıya çevrilməsi uzun vaxt çərçivəsində baş verir, yanlışdır. Çünki deyir ki, bunun üçün cəmi 10-15 dəqiqə kifayət edir. Onun çürüməsi uzun müddət, 1000 il ala bilər. Deməli, ikinci fikir yanlışdır və doğrunun altındadır. Götürürük ikini. Keçirik sağa baxırıq. Yanlışın altından artıq nə axtaracağıq? Doğru fikir axtaracağıq. Deməli, mətnə əsasən demək olar ki, dünyada hər ay 40 milyarddan çox polietilen torba istehsal olunur. Bəli, bu doğrudur. Niyə doğrudur? Çünki yazıb ki, hər il dünyada 500 milyard polietilen torba istehsal edilir hər il. İli də bunu da 12 aya, yəni ilin 12 ayı var. Böləndə 41 min nə qədərsə eləyir. 41 milyard daha doğrusu. Yəni daha çox eləyir, düzdürmü? Yəni 40 milyarddan daha çox eləyir. Verilən fikir doğrudur. Üçü də götürməliyik. İndi sizə sual yarana bilər ki, biz məyər riyaziyyat müəllimiyik, bu tip şeyləri hesablayaq. Ötən il MİQ imtahanında hesablama ilə bağlı sual düşdüyü üçün istər-istəməz biz də öz testlərimizə sirayət etdiririk bunları. Deməli, tapdıq ki, üçüncü fikirdə doğrudur, yanlışın altındadır demək götürəcəyik. Dördüncü fikir, təbiətin çirklənməsi birbaşa polietilen torbalarının istehsalından asılıdır. Təbii ki, bu yanlışdır. Yəni, təkcə ondan asılıdırmı? Təbii ki, xeyr. Yanlış fikirdir, yanlışın altındadır deyə götürmürük. Cavabımız 200A variantı. Daha sonra 17-ci sualda doğru və ya yanlış olma baxımından biri digərlərindən fərqlənir. Baxaq fikirlərə, dəqiqləşdirək. Deməli, A variantı bütün şəxs əvəzləri hallanır. Doğrudur. Bütün işarə əvəzləri sifəti əvəz edir. Bəli, bu da doğrudur. Nəzəri fikir olaraq verilmiş sualdır. Bütün təyini əvəzliklər formaca dəyişmədən sifəti əvəz edə bilir. Bəli, çünki onların funksiyası təyin etməkdir. Bütün şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişmir. Bəli, doğrudur. Bütün şəxs əvəzlikləri dəyişmir. Bütün qeyri-müəyyən əvəzliklər formaca dəyişmədən ismi əvəz edə bilir. Yanlışdır. Bəzi sözü. Bəzi sözlər demirəm, amma yəni bəzi qeyri-müəyyən əvəzliyi ismi yox, sifəti əvəz eləyir. Ona görə E variantı səhv fikirdir. 4-ü doğru, biri yanlışdır. 18-ci fikir. Atomlar, fikir verin, kimya ilə bağlı bir sualımızdır. Mətnimiz atomlarla bağlıdır. Yenə də sual yarana bilər ki, bəs bu tip sual niyə salınıbdır? Ötən il süni almazın alınması ilə bağlı bir mətn sualı var idi. Orada kimyəvi bir sual idi. Katalizatorla, katalizatorsuz yüksək temperaturda süni almazın alınmasından danışılırdı. Deməli, nə axtarırıq? Doğru fikir. Atomlar elektron, proton və neytron adlı daha kiçik zərrəciklərdən təşkil olunmuşdur. Protonlar və ya neytronlar da kvark adlı daha kiçik zərrəciklərdən ibarətdir. Üstəlik hər bir elementar zərrəciyin müvafiq anti-zərrəciyi də var. Biz nə axtarırıq? Doğru fikirləri axtarırıq. Baxaq birinci fikrə. Deyir ki, atom maddə tərkibinin ən kiçik hissəciyi deyil. Bəli, doğrudur. Çünki biz görürük ki, atomların tərkibində elektron, proton və neytron adlı daha kiçik zərrəciklər var. Deməli, birinci fikir doğrudur. Proton müsbət yüklü, neytron isə yüksüz zərrəcikdir. Əslində, bu doğru hökmdür. Amma mətndə bu haqda məlumat varmı? Təbii ki, xeyr. Ona görə bunun üstündən bir xətt çəkirik. Molekulların tərkibini atomlar təşkil edir. Əslində, bu da doğru hökmdür. Amma mətndə bu haqda məlumat varmı? Xeyr, yoxdur. Bunu da götürmürük. Atomun tərkibində proton və neytronla yanaşı elektron da olur. Bəli, doğrudur. Proton, neytron və elektron olur. Bunu götürürük. Beşinci fikir, elektronlar mənfi yükə sahib olan zərrəciklərdir. Bəli, bu da doğrudur. Elektronlar mənfi yükə sahibdir və nüvə ətrafında fırlanırlar. Amma mətndə bu haqda məlumat varmı? Xeyr, yoxdur. Cavabımız 1-4 E variantı. 19-cu sual. Hansı cümlədəki hal şəkilçisini ixtisar etsək, cümlənin sintaktik təhlil sxemi dəyişər. Sintaktik təhlil sxemi dəyişər. Baxaq. Sahib həmin adamı tanıdı, sahib həmin adam tanıdı. Ümumiyyətlə, buradan ını ixtisar etmək olmur. Mənası itir cümlənin. Bu o deyil. Cəlaliyyə vətəni müdafiə edirdi. Vətəni sözündə müdafiə edirdi xəbər. Kim Cəlaliyyə? Nəyi vətəni? Və ya Cəlaliyyə vətən müdafiə edirdi. İyini silsə yenə tamamladı. Sadəcə qeyri-müəyyən təsirli hala çevrilir, dəyişmədi nəsə. İbrahim xan Vaqifi hüzurunda hirsləndirdi. Burada dadə şəkilçisi var, bir də ki, i şəkilçisi var. Heç birini çıxara bilmirik. Cümləni çıxarsa bunları, cümlənin mənası itir. Qara keşiş yenidən planlarını qurmağa başladı.
Planlarını qurmağa başladı. Kim? Qara keşiş. Burada planlarını, bunu silsək, yenə heç nə dəyişmir. Deməli, D variantda deyil bizim cavabımız. E variantı. Məktəbin ibtidai sinif müəllimini sevinclə yola saldı. Bax, yola saldı xəbər. Kim onlar? Kimi? Məktəbin ibtidai sinif müəllimini. Düzdür? Düzdür. Buradan niyə? Təhsil yaş şəkilçisini çıxaraq. Məktəbin ibtidai sinif müəllimi sevinclə yola saldı. Yola saldı xəbər. Kim? Məktəbin ibtidai sinif müəllimi. Artıq mübtəda funksiyasına keçdi. Deməli, hal şəkilçisinin ixtisar olması sintaktik təhlilə təsir göstərdi. 20. Bir mətnə əsasən əminliklə demək olar. Üzr Mətnə əsasən əminliklə demək olar. Yəni, nə doğrudursa 100% həmin variantı seçirik. Deməli, Platonovun Həyat İşığı hekayəsində bütün ömrü boyu qayğıdan məhrum olmuş Akım yaşlanıb gücünü itirdiyi vaxt uşaqlığında tərk etdiyi kəndə qayıdır. Fikir verin, burada Platonovun həyatından danışılmır ha. Platonovun Həyat İşığı hekayəsindəki obrazdan söhbət gedir. Akım yaşlanıb gücünü itirdiyi üçün uşaqlıqda tərk etdiyi kəndə qayıdır. Onu həmin kənddə tanımadığı bir işçi qadın himayəsinə götürüb qayğısına qalır. Qoca ömrünün son günlərində gördüyü bu mehribanlıqdan dünyanın dəyişdiyi, onun uşaqlığındakı kimi olmadığı haqqında düşüncəyə dalır. Deməli, birinci fikir, Platonov Həyat İşığı hekayəsində öz həyatına müraciət etmişdir. Bunu deyə bilmərik biz. Burada Akım adlı bir obrazdan söhbət gedir. Bilmirik ki, bunun prototipidir yoxsa yox. Təbii ki, bu yanlışdır. Platonovun uşaqlığı haqqında xoş xatirələri az olsa da sonrakı həyatı uşaqlığından daha yaxşı olmuşdur. İndi biz onun sonrakı həyatı və uşaqlığı haqqında dəqiq məlumatı sahibiymi? Bunu dəqiq deyə bilək. Xeyr, sahib deyilik. Çünki burada deyir ki, onun uşaqlığındakı kimi olmadığı düşüncəsini alır. Axı uşaqlığında bunun həyatı necə olubdu, indi necədir, dəqiq bilmirik deyə bu da bizim cavabımız ola bilməz. 3. Dünyada nisbilik özünü göstərir. Çünki bax, deyir ki, onun uşaqlığında kimi olmadığı haqqında düşüncədir. Əvvəl belə fərqli idi, indi fərqlidir. Bəli, nisbilik var, doğrudur. Tanımadığımız insanlar həyatımıza dəyişiklik edə bilər, doğrudur. Çünki deyir ki, həmin o himayəyə götürən qadın onun düşüncəsinə təsir göstərir, doğrudur. İnsan düşüncələri sabit qalmır, bu da 100% doğrudur. Platonovun düşüncəsi, yəni üzr istəyirəm, Akımın düşüncəsi dəyişir, sabit deyil. 3, 4, 5, yəni E variantı bizim cavabımız olacaq. 21-ci sual yenə də mətn sualıdır. Mətn sualları niyə çoxdur? Çünki MİQ imtahanında mətn sualları məlum məsələdir. Filoloqlarda çoxdur. Yəni 11 mətn sualı düşür. Eskimoslar Arktika bölgəsində Şərqi Sibir, Alyaska, Kanada və Qrenlandiyada məskunlaşmışlar. Sayları 150 minə yaxın olan Eskimos qəbilələri Şimal qütbünün hər tərəfinə kök salmışdır. Eskimos sözü Hindu dilində Hindu dilində, aha, Hind dilində yox, Hindu-Amerikan xalqlarıdır. Hindlilər başqadır. Hindu dilində çiğ ət yeyən mənasını verir. Bu ad Eskimosların ovladıqları heyvanın ətini donduraraq saxlamaları və əksər zamanlarda əti çiğ halda yemələri ilə bağlıdır. Eskimoslar bu adı özləri üçün təhqiramiz sayır. Bəzi qəbilələr özlərini Inuit, bəziləri isə Yupik adlandırırlar. Deməli, nə axtarırıq? Deyir ki, klasteri tamamlamayan fikirləri seçir. Yəni, biz nə etməliyik? Birinci baxmalıyıq ki, klasterdə verilmiş fikir doğrudur, yoxsa yanlışdır. Ondan sonra variant axtarmalıyıq. Deyir ki, Eskimosların bir hissəsi Şimali Amerikada məskunlaşmışdır. Baxırıq ki, Eskimoslar Arktika bölgəsində Şərqi Sibir, Alyaska, Kanada, Qrenlandiyada məskunlaşıblar. Və Alyaska, Kanada, Şimali Amerikada yerləşir. Şimali Amerika qitəsində. Yəni, verilmiş fikir doğrudurmu? Doğrudur. Bizə deyir, tamamlamayan, yəni nə axtarmalıyıq? Yanlış fikirləri axtarmalıyıq ki, cavab olaraq düzgün cavabı seçək. Birinci fikir deyir ki, Eskimosların müxtəlif adları mövcuddur. Bəli, doğrudur. Inuit, Yupik, Eskimos. Doğrudur. Şimal qütbü Eskimosların yaşayış məskəninə çevrilmişdir. Şimal qütbü. Baxıram ki, Arktika deyir, Alyaska deyil, Kanada deyir. Və Alyaska, Kanada qütb deyil axı. Üzr istəyirəm, Şimal qütbü. Bircə dəqiqə. Şimal qütbü, sırf qütbü nəzərdə tutmaya bilərəm də bunu. Bunu ötən dərsdə hazırlamışam. Bunu bir saxlayma ehtiyata deyəcəm axırda.
Eskimoslar qidanı yeməzdən əvvəl dondururlar. Bəli, dondururdular. Bu doğru fikirdir. Bu doğru fikirdir. Çünki bu xüsusiyyətlərinə görə onlar tanınırdılar. Çiy ət yeyən məhz bu deməkdir. Eskimos sözü Hind dilində çiy ət yeyən deməkdir. Amma bu səhvdir. Niyə? Çünki mətndə Hindu deyir. Hindu. Bu səhvdir axı. Hind dedim, elə mətni oxuyanda dedim Hind başqadır, Hindu başqadır. Ona görə cavab D variantı olacaq. Yanlış fikir budur. Qaydaq bura. Qaydaq bura. Eskimoslar fikir olaraq B variantını yazmışam ki, Şimal qütbü Eskimosların yaşayış məskəninə çevrilmişdir. Şimal qütbü. Arktika, Kanada, Alaska, Grenlandiya bunlar hamısı Şimal qütb dairəsində yerləşir. Şərqi Sibir filan. Hamısı Şimal qütb dairəsində yerləşdiyi üçün bu doğru fikir kimi götürülə bilər. Çünki verilən fikir sırf Şimal qütbünü, qütb yer olaraq nəzərdə tutmaya da bilər. Ona görə B variantı 100% yanlış fikir kimi götürülə bilməz. Amma D variantı 100% yanlış fikirdir. Nəhayət 22, 23 və 22-dən sonraki suallara baxaq. Gəldim ki, səni hürriyyətə dəvət edim cümləsinin təhlilinə aid olan fikirləri seçirik. Deməli, mürəkkəb cümlədir. Gəldim ki, nə üçün? Bu baş cümlədir birinci, sonra budaq cümlə gəlibdir. Baş cümlə budaq cümləyə ki bağlayıcısı ilə bağlanıbdır. Həm baş, həm də budaq cümlənin xəbəri feilin xəbər şəklindədir. Gəldim xəbər şəklindədir, amma dəvət edim əmr şəklindədir. Bu birinci fikirdir, səhvdir. Aid olanlara, yəni doğruları axtarır. Bu səhv olduğu üçün götürmürük. İkinci fikir, budaq cümlədə sözün quruluşca bütün növlərinə aid nümunə var. Budaq cümlə ikinci cümlədir. Səni sözü sadədir, hürriyyət, hür sözündən, azad sözündən düzəlmişdir. Düzəltməli, dəvət edin mürəkkəbdir. Bu doğrudur. Sadələşən zaman məsdər tərkibi ilə sadələşir. Sadələşdirirəm. Səni hürriyyətə dəvət etmək üçün gəldim. Bəli, məsdər tərkibi ilə sadələşdi. Cümlənin xəbərləri eyni şəxsə aid olduğundan quruluşca sadə cümlədir, səhvdir. Çünki burada tabellik bağlayıcısı var, tabellik bağlayıcısı varsa o cümlə mürəkkəbdir. Cavab 2, 3, yəni D variantı olmalıdır. 23-cü sual, həyatda hər an doğru yolla getmək vəzifənizdir cümləsinin təhlilinə aid olan fikirləri axtarırıq. Deməli, A variantına baxaq. A variantında deyir ki, məqsəd və intonasiyaya görə sual cümləsinə çevirmək olmaz. Sual cümləsinə çevirmək olmaz. Bu səhvdir. Həyatda hər an doğru yolla getmək sənin vəzifən deyir. Və soruşuram da sual cümləsinə çevirmək olar. Vermiş fikir yanlışdır, götürmürəm. Bizdən nə istəyir? Aid olan, yəni doğrunu axtarır. Təyin edici söz olsa da təyin işlənməyibdir. Təyin edici söz olsa da təyin işlənməyibdir. Həyatda hər an doğru yolla getmək vəzifənizdir. Vəzifənizdir xəbərinə həyatda hər an doğru yolla getmək. Baxıram ki, cümlədə təyin varmı? Cümlədə xeyr, təyin doğrudan da işlənməyibdir. Bəs təyin edici söz varmı? Həyatda hər an doğru yolla getmək vəzifənizdir. Hər an doğru yol. Aha, bəli. Doğru sözü təyin edici sözdür, yol sözünü təyin edibdir, amma müstəqil şəkildə təyin deyil. Elə doğru cavab B variantıdır. 24-cü sual, hansı cümlədə qrammatik norma pozulubdur? Qrammatik norma söz sırasının pozulması ilə bağlı ola bilər, şəkilçi ilə bağlı ola bilər, şəkilçinin yazılışı yox, artıq və ya əski yazılması ilə bağlı ola bilər. Baxaq, uşaqlar 1000 illər öncəyə aid olan tarixi öyrənirlər. Burada 1000 illər ifadəsi sizə çaşqınlıq yarada bilər, çünki müəyyən miqdar sayından sonra gələn isimlər təkdə olmalıdır. Amma istisnalar vardır ki, 1000 illər, 100 illər, əsrlər sözləri cəmdə ola bilir. Burada norma pozuntusu yoxdur. Bizim bir qədər işlərimiz var ki, yarımçıq qalıb. Bax, burada bir qədər sayı işlənibdir. Bir qədər sayıda aid olduğu ismi təkdə tələb edir. Yəni, burada larlar şəkilçinin işlənməsi qrammatik normanı pozur. Cavab B variantı. Daha sonra 25-ci sualda nümunədən hansı durğu işarələri buraxılıbdır? Buraxılmış durğu işarələrinə baxaq. Deməli, kitabı əlinə götürüb, qoşa nöqtə. Bu əsəri, dırnaqlar, səfilləri düz 5 dəfə oxumuşam. Vergül, dedi. Deməli, qoşa nöqtədən istifadə elədim, dırnaqlardan istifadə elədim. 2 dənə tire, bir dənə də vergül işarəsindən istifadə elədim. Bu da baxaq görək hansı variantdır? Qoşa nöqtə. Bu əsəri, bir dəqiqə, bu əsərdən sonra tire var. Çünki səfillər sözü axı əlavədir. 1 tire, 2 tire, 3 tire, 3 dənə tire qoymuşuq. Daha sonra qoşa nöqtə qoymuşuq. Dırnaq işarəsi, səfillər sözü dırnaqdadır. Və bir dənə də vergülümüz var. Bəli, elə cavab A variantıdır. Cavab A variantı.
Ə, Azərbaycan dili suallarının izahı bu qədər. Ədəbiyyat sualları ilə bağlı yenə də video izah paylaşacağam. Dərslərimiz haqqında məlumat almaq üçün yuxarıda gördüyünüz 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hər hansı bir sualınız olsa, sınavda başa düşmədiyiniz nəsə olsa, yenə də bu nömrəyə yaza bilərsiniz. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.